Peygamber sallallahu aleyhi ve sellem belə buyurur. Tərəzidə ən ağır gələn kəlmələr necə də gözəldir. Tərəzidə ən ağır gələn kəlmələr necə də gözəldir. Bu kəlmələr Subhanallah, velhamdülillah, ve la ilahe illallah, vallahu ekber kelimeleridir. Allahu ekber. Mühterem Müslümanlar, görün bu əzəmətli kelimeler, bu əzəmətli kelimelerin fəziləti nə dərəcədə əzəmətli, fəziləti nə dərəcədə ucadır. Yaxşı, bizlerden hansı birimiz bu kelimeleri zikredir, bu kelimeleri hatırlayır, bu kelimeleri okuyuruk. Allah bizi ıslah etsin.